Gelecek sadə zamanı icra edeyim. Gelecek sadə zaman. İngiliscə adı nədir Aleyona? Gelecek sadə zaman İngiliscə adı. Future simple. Gelecek sadə zaman forması. Azərbaycanla gelecek sadə zaman necə yaranır? Acak acaktan yaranmır. Ha? İngiliscə nə yaranır? Ya shall-la ya da will-la. Burada böyle məsələ var ki, shall, I və we üçün işlənir. I nədir? Mən, we nədir? Biz. Shall, I və we üçün işlənir. Will isə bütün şəxslərdə. Hər ikisi səsin hardan gəldiyi bilinirdi. Yəni danışmada da mən bizim çərəndə kimin danışdığımı bilirəm. Hər ikisinin qısalması l-lı şəklindədir. L-lı. Shall'ın da qısalması qoşu el şəklindədir. Will'in də qısalması qoşu el şəklindədir. Shall will də bir köməkçi feildir. Elədirmi? Shall will köməkçi olduğu üçün sual və inkarda özü iştirak edir və shall will'dən sonra hansı fəal formasını yazmaq olur? Feil deyirik. Biz deyirik ki, I və V üçün shall işlənir, qalan şəxslər üçün will işlənir, amma siz I və V-də will'i görə bilərsiniz. Səhv deyil o. Aydındırmı? Bu shall'i artıq arxayiqləşdirirlər. Qrammatik kitablarında və yaxud testlərdə will görsəz problem deyil. Onu səhv götürmürlər. Məsələn deyirəm, I shall, gedərəm necə deyərsiniz, gedəcəyəm. I shall go. I shall go. Sən gedəcəksən. You shall. You You will. Shall I ilə V üçün sadəcə. Ha, You will go. Onlar gedərlər. They They will will go. Asandır bu zaman çünki şəkilçi ilə yaradırıq alqabili kimi. Sualda shall bir örnək keçə bilir. Sualda deyək. shall I go? Shall I go? Will You go. you go? İnkarda deyirəm. I shall not go və yaxud you will not go. Buraya qədər aydındırmı? İndi yol izah edirəm. Demək, shall will özü nə edir? Sual yaradır, özü də nə edir? İnkar formasını yaradır. Nurlansın, dur, keç bura, zəhmət olmasa. Buraya gəl, alsının yanına. Hə, demək, shall-la verin, inkarda biraz fərqli görünürlər. Shall will də not-la birləşəndə kök dəyişir. Məsələn, shall olur, baxın, shan't olur. Shall-la not birləşir, qısalır, shan't şəklində olur, shan't. Will-la not birləşir, won't şəklində olur. Aydın oldu mu bura qədər? Hə? Hansı hərəkətləri bildirir? Gələcəkdə baş verəcək, gələcək zamanı aydılır. Gələcəkdə baş verəcək hərəkətləri ifadə edir. Çeviririk və zaman zərfi, çevirmir. Səhifə 143-də zaman zərfləri tomorrow'dur. Tomorrow'da olan bütün ifadələrdir. Sonra next ifadələridir. Next month, next year, next week. Son ifadəsidir. Son tezlik deməkdir, future'dir. Gələcəyə aid tarixlər, gələcəyə aid nəsə ifadələr görsəz, gələcək zamanla ifadə edə bilirsiniz onu. Bir dənə bir qeyd var. Bu qeydi mən sizə indiki sadə zamanda göstərməliydim deyəndə belə deyil. Bir qeyd var. Bu qeydi testləri daha yaxşı ölçərsiniz, amma indi yenə izah etmək məcburiyyətindəyəm ona. Gələcək zaman Gələcək sadə zaman nə ilə yaranırdı? Shall, will-lə. Sual və inkarı nə ifadə edirdi? Shall, will önə keçirdi. Sual yaradırdı. İnkarda isə notla birlikdə işlənə bilirdi. Elədirmi? Shall, will çünki köməkçi feildir. Köməkçi feillər hansılar idi? To be-dir, to have-dir, to do-dur və shall, will-dir. Elədirmi? Bunlar nəyi bacarırlar? Önə keçirirlər, sual yaradırlar və inkarda isə notla birlikdə işlənə bilirlər. Bunlar bütün feillər bacarmır. Sadəcə köməkçi feillər bacarır və modal feillər. Keçdik. Shall, will if nə deməkdir? Kim bilir ifin nə deməkdir? Əgər deməkdir. Unless. Məsə. Unless you come. Sən gəlməsən. Bilir necə? Bağlayıcılardır. When. Anda əndə zamanı yaradır. As soon as. Sonra. As soon as yox. Kimi. Bunu eləyən kimi nə bilim nə olacaq? Belə bir ifadədir bu. As soon as var. When var. Yadımdan çıxdı. Hə, after var. After, before, yəni before. Ən çox işləyənləri yazıram burada. Till və until. Mən until Eyni şey. Fərq qoymurlar aralarında.
Bunlar nədirlər? Şərti yaradırlar, biraz zamanı yaradan budaq cümlələrdir. Budaq cümlənin nə olduğunu sizə izah edim. İngiliscədə mürəkkəb, bütün dillərdə var. Mürəkkəb cümlə var. Mürəkkəb cümlə nədir? İki cümlə birləşir, iki söz yox, iki cümlə birləşir. Əgər tabiri mürəkkəb cümlədirsə, tərəflərdən biri digəri üçün bir məna kəsb edir, bir dənə suala cavab verir. Nə olur? Məsələn, belə deyim, əvvəlcə izah edim sizə. I will go to the dentist if my tooth if I have belə yazalım, if I have a toothache. Deyir ki, cümlə belə tərcümə olunur. Mən gedərəm diş həkiminə, elədirmi? Əgər mənim diş ağrım varsa, elədirmi? Baş cümlə burada, I will go to the dentist. Mən həkimə gedərəm. If I have a toothache, əgər diş ağrım varsa. If burada budaq cümlənin əvvəlində verilir. Budaq cümlələr baş cümləyə əlavədir, baş cümlənin izahını verir. Budaq cümlənin funksiyası baş cümlə üçün əlavə məlumat verməkdir. Mən diş həkiminə gedərəm cümləsi tam aydın bir cümlə deyil. Bu cümlə yarım desə, mən diş həkiminə gedərəm, nə başa düşərsin? Mən diş həkiminə gedirəm, elədirmə gedəcəyim. Amma if I have a toothache nədir? Əgər dişim ağrasa gedərəm. Bu deməkdir ki, dişi ağrımasa getməyəcək, elədirmə? Ümumiyyətlə, budaq cümlələr baş cümlə üçün varlar. Budaq cümlənin funksiyası baş cümləyə bir izah verməkdir. Biz hərdən bilirik budaq cümlə hansıdır, baş cümlə hansıdır? Bağlayıcılar bunlardır. Əyləndirmə, bunlar şərti bildirirlər, bunlar da zamanı bildirirlər. Bağlayıcı budaq cümlənin əvvəlində olur. Budaq cümlə hansıdır burada? If I have a toothache. Bu olduğuna cümləsi budaq cümlə. İngiliscə close deyirlər buna. Budaq cümlə. Aydındırmı? Yəni budaq cümlənin əvvəlində nə olur? Bağlayıcı olur. Aydındırmı? Budaq cümlənin funksiyası nədir? Baş cümləni tamamlamaqdır. Baş cümlənin izahını tamamlamaqdır. Başlaya bildinmi? İndi belə bir şərt deyir. Deyir ki, bu bağlayıcılar olan yerdə biz shall və will-i işlətmirik. Yəni, zaman və şərt budaq cümlələrində shall, will yazmaq olmaz. Aydındırmı? Budaq cümlə hansıydı? If-dən sonra gələn cümlə. If-dən sonra gələn cümlə shall, will yazmışam mı? Xeyr. Nə yazmışam orada? Have hansı zamandır? İndiki sadə. Elədirmi? Budaq cümlədə biz gələcək zaman yerinə nə yazırıq? İndiki sadə. Baş cümlədə hansı zamana yazmışam? Gələcək zaman forması. Demək, indi gəlin belə nəticəyə gələ bilərik. Budaq cümlədən sonra shall will yazmırıq. Onun yerinə nə yazırıq? İndiki sadə yazırıq. Amma baş cümlədə hansı zaman olur bəs? Baş cümlədə hansı zaman olur? Çox vaxtı necə olur? Gələcək sadə zaman. Yəni gələcək sadə zamanı baş cümlədə verə bilərik, amma budaq cümlədə verə bilmərik. Test vurarkən nə edirik? Test vurarkən baxırıq ki, bu bağlayıcılardan sonra shall will bəndlərini yazmırıq. Aydındırmı? Zaman testi vururuq. Bu bağlayıcıları gördük, shall will'i silirik. Olmaz çünki yazmaq. Aydındırmı? Belə cümlələrdə ya biri gələcək olmalıdır, biri də indiki olmalıdır və yaxud da ki, bu tərəf də indiki, o tərəf də indiki ola bilər. Hər ikisi indiki sadə zamanda ola bilər. Fərqi yoxdur. Niyə fərqi yoxdur? Cümlə olaraq səhv deyirlər. Hər iki tərəf ya indikidə olacaq, ya tərəflərdən yalnız biri indiki zamanda ola bilər. O da hansı ola bilər? Budaq cümlə, baş cümlə. Budaq. Bəs hansı cümlə gələcəkdə ola bilməz? Budaq Budaq cümlə gələcəkdə ola bilməz. Aydındırmı? Sadəcə budaq cümlə gələcəkdə işlənmir. Aydındırmı? Yəni budaq cümlədə shall will heç vaxt hansı budaq cümlələrdir bu? Bu budaq cümlələrdə if unless cümlələrində və as soon as after before till until cümlələrində biz shall will'i yazmırıq. Hansı zamanı yazırıq? İndiki sadə zaman. Baş cümlədə isə gələcək də ola bilər, indiki də ola bilər, öz istəyinizdən asılıdır və cümlənin mənasından asılıdır. Cümlənin mənası nə deməkdir? Mən hər iki tərəfi, burada nə demişdi bu cümlədə? Dişim ağrasa həkimə gedəcəyəm deyir, elədirmi? Şərt qoyurdu, ağrasa gedəcəyəm. Amma hər iki tərəf indiki zamanda olanda, məsələn, when you heat water, it boils. Burada when-in yerinə if də yazmaq olar. Suyu isidəndə o qaynayır. Bu şərtdir, zamandır, yoxsa həqiqətdir? Həqiqətdir. Şərt qoymur ki, bu həqiqətdir.
Həqiqət olanda suyu istəndə su həmşəri olur. İstəyirsən qayadır da, qaynayır da, deyilmi? Hər iki tərəfin indiki sadə zamanda olması o deməkdir ki, bu ümumi bir həqiqətdir. Bu dəyişməz faktdır. Başa düşdünüz mü? Amma bəzən nə ola bilər? Baş cümlədə gələcək zaman da ola bilər. Onda artıq şərt qoyuyor, zaman mənası qoyur orada. Aydın oldu mu nə deyirəm sizə? İzah edə bildimmi? Bu qədər.